Putin tələb edibdir ki, Putinin adamları da nümayəndə heyətinin üzvləri tələb edibdir ki, təkcə SWIFT sistemi bərpa olunmasın. Sanksiyalarda yığışdırılsın, sonra Rusiyanın xaricdə olan avarları, pul vasitələrinin hamısı geriyə qaytarılsın, yəni Rusiyaya qaytarılsın. Bir sözlə biz tamamilə bir-birimizə etimad göstərici bir vəziyyətə yaxınlaşaq. Zalim oğlu zalim bilmir ki, onun xaricdə olan avarlarının artıq yarıya qədəri xərclənib. Özü necə xərclənib? O avarların bir çoxu Ukrayna üçün silah alınmasına sərf edilibdir. Bir hissəsi yarıya qədər də hələ də banklarda saxlanılır. Müharibə bitdikdən sonra o, Ukraynanın yenidən qurulmasında istifadə ediləcəkdir. Çünki bunlar Ukraynanı xarabazara çeviriblər. Tamam bütünlüklə dağılıblar. Bax, bu nöqteyi nəzərdən Rusiya əgər nədənsə narazıdırsa, narazı olmağa onun heç bir əsası yoxdur. Bunlar müharibə caniləridir. Bunlar yeni imperialist dövlətləridir. Bunlar dünyanın inkişafının magistral yolundan çıxarıb onu öz maraqlarına uyğun istiqamətə əymək istəyirdilər ki, ona da nail ola bilmədilər. Amma müharibə təhlükəsi qalır. İndi baş verənlər hələ atəşkəs rejimidir, bir ay davam edəcək. Bu bir ay müddətinə atəşkəs rejimi əməl ediləcək ya edilməyəcək, bunu söyləmək çox çətindir. Məsələn, mən Rusiyadan gözləmirəm ki, o atəşkəs rejiminə əməl etsin, dayandırsın. Əgər dünən o Xarkova atəş açıbsa, Xarkov ətrafı bölgələri ballistik raketlərlə, ondan sonrasına müxtəlif qanatlı raketlərlə darmadağın etməyə çalışıbsa, ciddi nəticələrə nail ola bilməyib. Amma hər halda bu adam sakit durmur. Özü də səhhətinin həddindən artıq pis olduğu, ciddi həkim nəzarəti altında olduğu dönə-dönə təkrarlanır. Amma bütün bunlara baxmayaraq, bu dünyadan köç edəndə də özü ilə sanki o qara torpaqdan bir hissəsini götürüb aparmaq istəyir. Əzizim, sən oxumuş adamsan deyirlər. Leningrad Dövlət Universitetinin hüquq fakültəsini qutarıbsan. Bu dünyadan bir şey anlamalısan. İndi bilirəm, bir nəfərin qulağı cingildiyir, onunla tələbə yoldaş olubdur. O da kitab-zad yazır. Yazır yox, yazdırır. İndi onun xətrinə deyər ki, Putini savadsız hesab edir. Putin bic, hiləgər, ondan sonra Rus xalqına xas olan xarakterlər var. Amma Putin ləyaqətli, ondan sonrasına dünya səviyyəli dövlət başçısı ola bilmədi. Hakimiyyət başına gəldiyindən var dövlət yığmağa qurşandı. Daha sonra arvadbazlığa qurşandı və Rusiyanın əyalətləri başından batdı, getdi. Özü isə milyardlarla sərvət yığdı. İndi də onun altını çəkir. Bu dəqiqə Nabuyullina əlini dövlət xəzinəsindəki kisələrə atır, oradan bir qara qəpik də valyuta tapa bilmir. Tapa da bilməyəcək. Bu bir aylıq atəşkəs sistemi haqqında razılaşma əldə edildikdən sonra Avropa liderləri, əsasən də Böyük Britaniyanın
Fransanın, İspaniyanın, Kanada'nın ve Ukrayna'nın liderleri London'da görüştüler. Görüşün əsas məqsədi tez bir zamanda Ukrayna ordusunu en yüksek döyüşe yararlı vəziyyətə gətirməkdən ibarətdir. Bu istiqamətdə Böyük Britaniya çox çalışır. Artıq onlarla ballistik raket Ukraynaya göndərilibdir. Ukraynanın öz hərbi sənaye kompleksi artıq Sovet dövrünün ballistik raketlərini, tanklarını, minamyotlarını istehsal edə bilir. Və getdikcə də bu sanayi sahəsi güclənir. Ukrayna hərbi çağırışı başa çatdırıb. Hal-hazırdakı rəqəmlərə görə Ukrayna ordusunun sayı 100 min nəfərdir. 100 min nəfərdir. Yeni çağırıcılara təlim keçilir. O yeni çağırıcılar cavan uşaqlardır. Onların bir qismi Avropadan geriyə qayıdıbdır, bir qismi isə yaşlıları gəlib çağırıcı yaşına çatıbdır. Beləliklə, mən deyərdim ki, Ukraynanın ordusu digər ölkələrin yardımını, ordu sistemlərini nəzərə almadan Rusiya ordusu səviyyəsinə çatıb, hətta onu biraz da ötübdür. Ukrayna dünyada yeganə ölkədir ki, bir sutkada mindən çox pilotsuz uçuş aparatları istehsal edir. 78 adda, modifikasiyada. Ukrayna yeganə ölkədir ki, hər gün bu pilotsuz uçuş aparatlarının sayını biraz da artırır. İndiyə nə qədər bir sutkada 1000 ədəd istehsal edilirdisə, indi statistika göstərir ki, 1200 rəqəminə çatıblar. Çox dəhşətli və qorxulu silahlardır. Rusiya özü bu silahları istehsal eləsə də onun keyfiyyət parametrləri o qədər də üstün deyil. Heç Ukraynanın istehsal etdiyi pilotsuz uçuş aparatlarına yaxında gələ bilmir. Bax, bu nöqteyi nəzərdən mənim zənnimcə bu atəşkəs dövründən Ukrayna, Avropa ölkələri daha fəal, daha ciddi istifadə edəcəklər və Ukrayna ordusunu dünyanın ən nizami ordularından birinə çevirə biləcəklər. Deyəcəksiniz ki, necə yəni, məgər müharibə yenə də başlayacaq? Bəli, müharibə qurtarmayıbdır. Sadəcə silahlar susubdur. Aralarında müvəqqəti atəşkəs rejiminin tətbiq edilməsi barədə razılaşma əldə edilibdir. Müharibənin əsl şiddətli dövrü bir aydan sonradır. Bir aydan sonra çox şeylər olacaq. Çox şeylər olacaq. Bir aydan sonra hətta ola bilsin ki, Ukrayna nüvə silahına malik olsun. Çünki o nüvə silahının yaradılması üzərində xüsusi briqada işləyir və ehtimalən deyirəm ki, Ukraynada o vaxt ki, başlarını tovladılar, onların əlindən nüvə silahlarını aldılar. Hər halda onun çertyojları, onu hazırlayan alimlərin bir qismi salamat qalmaqdadır. Və onlar həmin silahdan, yəni ballistik raket istehsal edirlər, həmin silahların nüvə döyüş başlıqlarını da hazırlamağa qadir olacaqlar. Mən bunu elə belə qəzetdən oxumuşam, ona görə deyirəm. Hətta özləri nüvə silahını hazırlaya bilməsələr də onun hazırlanma texnologiyasını
Fransa onlara ötürəcək. Beləliklə, Rusiya Böyük Rus imperiyasını bərpa etmək uğrunda Ukraynaya hücum etmişdirsə, mənim zənnimcə Rusiyanın vəziyyəti bu müharibənin gedişində daha da pis olacaq.